Əhl-i Beyt kimlərdir? Əhl-i Beyt ifadəsi Quranda 3 dəfə və 3 yerdə istifadə olunmuşdur. Birinci dəfə bu kəlmə Hud 73 ayəsində İbrahimin zövcəsi haqqında, ikinci dəfə Qəsas 12 ayəsində Musanın anası, üçüncü dəfə Əhzab 33 ayəsində isə Peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələri haqqında istifadə olunmuşdur. Biz bu ayələrlə bir neçə nöqtəni təyin etmiş oluruq. Birincisi, Quranda əhl-i beyt və əhli sözləri istifadə olunduqda ilk növbədə qadınlar nəzərdə tutulur. İkincisi, Quranda əhlihi, yəni ailəsi sözü deyildikdə Əraf 83, Hud 45, 81, Taha 10, Qəsas 19 ayələrində olduğu kimi birinci növbədə Peyğəmbərlərin zövcələri, ailəsi nəzərdə tutulur. Misal olaraq Uca Allah buyurur, biz onu və ailəsini əhləhu xilas etdik. Yalnız arvadından başqa, o geridə qalanlardan oldu. Əraf 83. Üçüncüsü, Quranda əhli deyildikdə, ailə, əhli, ardıcılları, yaxınları, ümməti nəzərdə tutulur. Quranda kitab əhli, elm əhli, zikr əhli, cəhənnəm, cənnət əhli, şəhər əhli və sair ifadələr sayından asılı olmayaraq çoxluğu əhatə edir. Başqa sözlə, İslam əhli, Mühəmmədin əhli deyildikdə ümumi müsəlmanlar nəzərdə tutulur. Xülasə, əhl-i beyt, yəni ev əhli deyildikdə ilk növbədə Peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələri, evində olan ailə mənsubu şəxslər, daha geniş mənada yaxın qohumları nəzərdə tutulur. Əhli kəlməsi deyildikdə isə ailəsi ilə bərabər səhabələri, ardıcılları, ümməti nəzərdə tutulur. Bütün təfsir alimləri bunu əsərlərində qeyd etmişlər. Dördüncüsü, Əhzab 28 ilə başlayıb 34-cü ayə ilə bitən zövcələrə müraciət, xitab, möminlərin anaları olaraq onların çirkinlikdən uzaq olmalı olduqlarını və Allahın onları bu qüsurlardan təmizləmək istədiyini bildirir. Ona görədir ki, bu ayələrin sonunda məhz zövcələrə xitabən, ey öv əhli, Allah sizi hər cür çirkinlikdən təmizləmək istər, buyurulur. Bununla belə ayələrdə küm şəkilçisi gəldiyi üçün qrammatik qaydalara uyğun olaraq birdən artıq insanlar nəzərdə tutulur. Ey əhli beyt! Allah sizdən kum çirkinliyi yox etmək və sizi kum tərtəmiz etmək istər. Ayəsində şəkilçilərin qadın cinsində kunnə deyil, kişi cinsində ənkum gəlməsinə əsas səbəb Əli, Fatimə, Həsən və Hüseyin və digər şəxslərin Allah onlardan razı olsun, ayəyə daxil olmalarına görə deyil, əksinə orada Peyğəmbərin sallallahu aleyhi və səlləmin qadınları ilə birlikdə xatırlanmasına görədir. Bu ayədə həm qadınlara, həm də Peyğəmbərə xitab olunur. Biz bunu Hud 73 ayəsində mələklərin İbrahimin zövcəsinə qadın cinsində kunnə deyil, kum şəkilçisi ilə müraciət etdiyindən anlayırıq. Çünki mələklər, üzərinizə salam olsun ey əhl-i beyt, əleykum əhləl beyt dedilər. Yəni, mələklər əhl-i beytə Allahın rəhməti olsun dedikdə təkcə İbrahimin zövcəsini deyil, özünü də qəsd edirdilər. Ərəb dili qrammatikasına görə çoxlu qadınlar olan yerdə bir kişi varsa, o topluluğa qadın cəm şəkilçisi kunnə deyil, kişi cəm şəkilçisi kum şəkilçisi ilə müraciət edirlər. Beləliklə bizə bu ayələrin, şəriət mətnlərinin örnəyində aydın oldu ki, Quranda əhl-i beyt deyildikdə ilk növbədə zövcələr, ev əhli, qohumlar, yaxın insanlar nəzərdə tutulur. İmam Təbəri, Qurtubi, İbn Kəsir və bütün böyük müfəssirlər əhl-i beyt ifadəsinin həm Peyğəmbərin sallallahu aleyhi və səlləmin zövcələrini, həm də onun yaxın ailə üzvlərini, qohumlarını əhatə etdiyini bildirir. Ayənin zahiri mənasına əsasən, zövcələr birinci dərəcəli xitab ünvanıdır. Lakin hədislər bu anlayışı genişləndirir.